İmam Baqir əleyhissalam buyurub, kim Rəcəb ayının əvvəli, ya ortası və ya axırından bir gün oruç tutsa, Allah Taala cənnəti ona vacib edəcək və onu qiyamət günü bizimlə bir yerdə məşhur edəcəkdir. Kim Rəcəb ayında 2 gün oruç tutsa, Allah tərəfindən ona deyilər, bugün yenidən həyatına başla və yaxşı əməllər et. Sənin keçmiş günahların bağışlandı. Kim Rəcəb ayında 3 gün oruç tutsa, ona deyilər, sənin keçmiş və gələcək səhvən edəcəyin günahların bağışlandı. Mömin qardaşlarından kimi istəyirsən, Allahın izni ilə şəfət et. Kim Rəcəb ayında 7 gün oruç tutsa, 7 cəhənnəmin qapısı onun üzünə bağlanacaqdır. Kim Rəcəb ayında 8 gün oruç tutsa, 8 cənnətin qapısı onun üzünə açıq olacaq və hansı qapıdan istəsə daxil olacaqdır.